xanımın söyülməyini çıxartmışam. Niyə? Anlamışam ki, klanlar bundan istifadə edirlər. Məmurlar, prokurorlar, məhkəmə hakimləri, DTX işçisi, diaspora sədri öz işi ilə doğrudan da qanunu öz işi ilə məşğul olsaydı, bu günlərin biz nə mən, nə siz burada danışmazdıq. Nə buna prezident günahkardır, nə də buna vitse-prezident. Bu təyin eləyib ora məmurları, prokurorları, polisləri ki, gedin vətəndaşlara xidmət edin. Amma onlar özləri üçün dövlət içində dövlət qurublar, yəni arxain. Artıq mənim efirimdə nə İlham Əliyev, nə Mehriban Əliyeva təhqir olunmur. Mən özüm sizdən qabaq bir canlı yayım elədim. İlham və Mehriban Əliyevaya dəymədən bütün prokurorlar, DTX hamısını təhqir eləyirəm. Bu mənim şəxsi fikrim. Amma bu efirdə söyüş olmayacaq. 100% arxain ola bilərsiniz. Buyurun, efir sizindir. O İlham Əliyevdə səsimizi eşitsin, Mehriban xanım da səsimizi eşitsin. Əvvəla mən Mehriban xanım Əliyevanın anası, rəhmətli anası Aida İmanquliyevanın dayısı gəlini olmuşam. Yəni, mən əgər ailəm dağılsa da, Mehriban xanımla əlaqəm olub. Və bu nəsil məni çox yaxşı tanıyırlar və mənə çoxlu hörmət eləyiblər. Şəxsən Mehriban xanım Əliyevada. Və o bilir ki, mən necə ana olmuşam. Məsələ ondadır ki, mənə çox ağrı gəlir ki, mən misal üçün, hələ ondan başlayayım ki, prezidentə 15 ildir ki, müraciət edirəm. Dəfələrlə sosial şəbəkədən müraciət eləmişəm. Amma prezident məni eşitmir. Siz demə, prezidenti mən indi bu günləri subut eləyəcəm, aldadırlar. Prezidentin arxasında 1000 dənə işlər görürlər və hüquq mühafizə və prokuror orqanların yüksək rütbəli vəzifəli şəxslər mənə açıq-aşkar bildirirlər ki, kimlər dayanıb bu cinayətlərin işində, arxasında. Fikir verin, Elşad, məni 65 yaşında tam sağlam olduğum haqqında mənim çox sayılı sənədlər var. Mənim əmlakımı ələ keçirmək məqsədi ilə polis, prokuror, həkimlər günün günorta çağı küçədən qonşuların gözü qarşısında oğrayıb məhkəmənin qərarı olmadan dəlixanaya yerləşdiriblər Mişləradakı bir sayılı psixiatriya xəstəxanasına. Üzr istəyirəm Aliyə ana, qoy bunu bir dənə də mən təkrarlayım. Sizi mənim efirimdə görməyənlər, Aliyə ana bir neçə dəfə mənim efirimə çıxıb bunu deyibdir. Baxın, vitse-prezidentin həyat yoldaşı, vitse-prezident Mehriban xanımın qohumunu günün günorta çağında polis, prokurorlar oğurlayıb aparıb dəlixanaya salıblar. Baxın ha, Mehriban Əliyevanın qohumunu. Və bu Mehriban xanımın bu yaşda qohumu 15 ildir deyir ki, müraciət edirəm İlham Əliyevə. Aliyə ana nə söyüş söyür, nə təhqir eləyir. Bir haqqı, hüququ pozulmuş bir Azərbaycan xanımıdır. 15 ildir müraciət edir. Özdə bir danışığına fikir verin. Mən heyranam Aliyə ananın danışığına. Baxın o deputatlar ki var, seçilmiş orada 125 qoyun. Bir onların danışığına baxın. Və Aliyə ananın danışığına baxın. Maşallah olsun, bu yaşda onun yaddaşına baxın. Hansı ildə, hansı tarixdə, hansı prokurorun qəbulunda olub, hansı rəisin, hansı nazirin qəbulunda olub, onların hamısını deyəcəkdir. Sadəcə efirə belə tıklayın, bax 500-dən çox insan izləyir, 600 nəfər. Bəyənmə 21-dir. Bax belə 2 dəfə vurun belə. Rahat şəkildə ailə uşaqla baxa bilərsiniz. Söyüş təhqir olmayacaq. Sadəcə sizdən gizlənilən gerçəkləri sizə çatdıracağıq ki, dövlət içərisində üzərinə dövlət qurublar, klanlar. Və bu klanlar kimlərdir? Bunların da arxasında kim dayanır? Onu Aliyə ana sizə deyəcəkdir. Və belə-belə vurun. Günün günorta çağı Mehriban Əliyevanın oğurlanmış yaxın qohumu sizinlə danışır. Buyurun Aliyə ana. Demək, Elşad, məsələ ondadır ki, mən Mehriban Əliyevanın saytına elektron poçta ilə məktub göndərmişəm. Fikir verin. Və sonra zəng eləmişəm ki, onun şöbəsinə ki, bu məktubu hara gedib göndəriblər. Dedilər ki, baş prokurorluğa. Baş prokurorluğa zəng edib, deyirlər ki, bəs İstintaq İdarəsinin rəisi Neymət Əvəzova. Gedmişəm Neymət Əvəzovun qabuluna, ona deyirəm ki, bəs Mehriban xanım şöbəsindən sizə məktub gəlib. Qayıdıb belə deyir, hə, belə bir şey var. Bu nə hörmətsizlikdir, bu nə qanunsuzdur. Hə, bu nə deməli? Əgər bu şərəfsiz, üzr istəyirəm ifadəmə görə, Mehriban Əliyevanın şöbəsindən gələn məktuba deyir, belə bir şey var,
Gör indi bunlar bizim